Aleyküm değerli dostlar, değerli izleyiciler. Bu günləri Mərdəkan Bağ evlərindən sizlərə 535 minə tam gözəl, lüks, tam əşyalı, hazır bir dənə villamızın təşkilişinə gəlmişəm. Bu evə Kleopatranın villası deyirlər. Değerli dostlarım, sizlərə həqiqətən də Kleopatranın villasını çəkmişəm. Evin içine girəndə o auranı hiss eləyərsiniz. Əvvəldən istəyirəm başlayaq evimizin həyətində dekoratif analizlarını göstərim sizlərə. Həyətinə rahat maşın girib. Baseynamız mövcuddur değerli dostlar. Gördüğünüz gibi tam fontanlıdır. Çöl terasiyamız var. Buyurun gelin inşallah. Değerli dostlar, değerli izleyiciler. Tam eşyalı bir evdir. Hiçbir şey götürülmür evdə. Buyurun bakın. Mətbəx meyveli. Gazı, suyu, ışığı, bütün kommunallar hamısı hazır. Bunu mən reklamlarda gördüm bu stolu. İndi hal-hazırda amma sizlər üçün bu Kleopatranın evinə gətirmişik. Bura teras hissəsidir. Yay, qış oturmağa, dincəlməyə çox gözəl auralı bir evdir. Dostlar, belə bir villanı məncə əldən qaçırtmayaq. Baseynası da çox gözəldir. Yəni gördüyünüz kimi qəşəng. Hem sallanı var, hem baseynası var. Eve ünlü çadırı değerli izleyiciler. Burada su ambar hissesi var. Su ambar hissesi var. Evimizi böyrüne, arkasına, her tarafına dövr etmek için güzel, mükemmel yerimiz mevcuttur. Baseynası 1.70-1.80 hündürlüğündedir. Çok qəşəng, səliqəlidir. Değerli izleyiciler, orada bizim sanitar boşağımız mevcuttur. Buyurun gelin değerli izleyiciler. Burada bizim sanitar boşağımız var. Tam hazır bir vəziyyətdədir. Bütün her bir şey hazır. Ve keçəcəyik inşallah evimizin iç hissəsinə. Burada Kleopatranın evi olduğu bəllidir. Gəlin bura. Giriş hissəsindən bax, belə bir işıqlandırılma hissəsindən tutmuş. Evimizin daxil oluruq yer ümumi istifolu dostlar. Tavan hündürlüyü 5-6 metr hündürlüyü var değerli dostlarım. Qapıları çox gözəl, mükəmməl qapılardır. Evimizin koridor hissəsidir, bura teras hissəsidir. Burada bir dənə zəhmət olmasa qıraqdan götürək. Dolab yerləri var, değerli izləyicilərim. Yaxınlaşa bilərsiniz sizə zəhmət olmasa. Göstərək izləyicilərimizə dolablardır. Çox dərin, geniş, bağat bir villadır. Kleopatranın evi gedir belə. Gəlin bura. Dostlar, bura bizim mətbəx hissəmizdir. Ev tam əşyalı. Gördüyünüz hər bir şey təp-təzə, yepyeni salafandır. Hətta heç bir şey üstləri belə açılmayıb. Dostlar, bir dənə baxa bilərsiniz, televizorun heç lentası belə üstündən qoparılmayıb. Hər bir şey yepyeni evin içində qalacaq. Gəlin bura. Evimizin zal hissəsinə daxil oluruq. Gördüyünüz kimi çox gözəl, çox bəyəndilir bir evdir. Yəni mən bu evə aşıq oldum. Hər bir şey yepyenidir değerli izləyicilər. Çox səliqəlidir. Yəni rahat. Yəni bu elə belə bir şey alınmıyor və lüstrlar hamısı belə özünü göstərən lüstrlardır. Həqiqətən də mən bəyəndim. Lüstrlar olsun, tavan hündürlüyü olsun, hər şeyi bəyəndim. Gəlin bura. Ev zərrə qədər hər bir şey incəliyinə götürülübdür. Dostlar, bura bizim yataq otağımız. Bir dənə tavan üstünə baxın, değerli izləyicilər. Tam dedim də Kleopatranın evi gedir bu ev. Bəyənilir. Yataq dəsti tam yığılmadı dostlar. Hamısı ideyayla evin içine göre yığılıbdır. Dolablar hamısı evin öz içine göre yığılıb. Işıqlı dolablardır. Hamısı işıqlıdır. 7-24 saat kamera sistemləri təsis olunubdur. Baxa bilərsiniz. Kabakçı Türkiye'nin mallarıdır qızıl zəmanətlə. Tam qızıl zəmanətlə yığılıb dostlar. Kleopatranın evi olduğu bilinir. Sanitar boşluğuna daxil olaq.
Gördüğünüz kimi aşık olması bir Sancar qovşağımız var. Məncə belə bir villa əldən çıxmaz. Çox gözəl bir villadır dostlar. Gəlin buraya, yataq otaqlarımızla hələ tanış olacağıq. Dostlar baxın. Bura bizim digər yataq otağımızdır. Güzgüsü, dolabı, bütün Sancar qovşaqları hər bir yataq otağında mövcuddur. Dolablar hər bir yataq otaqlarında tam yığılmadı. Şkaflar, üst işıqlandırılma, alt işıqlandırılma dolablarda hamısı qızıl zəmanətlə verilir dostlar. Hər birinin zəmanəti mövcuddur. Gördüyünüz kimi hamısı tam gözəl təsis olunub. Gəlin bura. Bura bizim digər yataq otağımızdır. Değerli izleyiciler, gördüğünüz kimi çox gözəldir. Burada da dolablarımız tam hazır bir vəziyyətdədir. Dərin dolablardır. Hamısı bunların dizaynla evin öz içində yığılmadı dostlar. Onu deyim ki, qızıl zəmanətlə yığıblar. Burada bizim digər otağımızdır. Gördüğünüz kimi restorları hamısı çox gözəldir. Bura bizim digər Sancar qovşağımızdır. Dostlar, belə bir ev hər dəqiqə ələ keçməz. Qiyməti çox münasib qiymətdir. Real alıcılarını gözləyir. Yer, ümumi ol, Kleopatranın bu gözəl evini əldən qaçırmayın. Hər kim olsa Allah xeyir versin. Kanalımızı bəyənin, abunə olaraq zil düyməsinə toxunaraq bildikləri açmağı unutmayın.